Koroğlu Rəhimov küçəsi və onun ətrafında tezliklə tətbiq ediləcək dəyişiklikdən sonra sürücülərin diqqət etməli vacib məqam var. Atatürk prospektindən Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri metronun Gənclik stansiyası istiqamətində getmək istədikdə əvvəlcə adı çəkilən küçədən sağa Koroğlu Rəhimov küçəsinə paralel parkın yanındakı küçəyə, oradan isə yalnız sağa Həsən Əliyev küçəsinə dönməlidirlər. Atatürk prospekti ilə kəsişmədə tunelin üzərindən geri dönüb, bir qədər irəlidə sağa, yenidən Koroğlu Rəhimov küçəsinə paralel küçəyə, daha sonra isə sağa Fətəli xan Xoyski küçəsi ilə Gənclik metro stansiyasına tərəf hərəkət etməlidir.